Bəli, özümə gələ bilmirəm, Fəzail Ağamalıoğlu deyib. Ana Vətən Partiyasının sabiq sədri və keçmiş millət vəkili Fəzail Ağamalının səhhəti pisləşib. Bəli. Qafqaz İnfonun manşetə istinadən məlumata görə dünən, yəni gecə daha doğrusu, indi mən gecəni deməyim, anidən Fəzail Ağamalıoğlunun sağlamlığında problem yaranıb. Dərhal paytaxtda yerləşən özəl klinikalardan birinə təcili tibbi yardım çağırıb, ona ilkin tibbi yardım göstərilib və müalicə təyin olunub Fəzail müəllimə. Faktı Fəzail Ağamalıoğlu özü də təsdiq edib. O bildirib ki, qurultayda baş verənlər ona pis təsir edib. Bəli, bir neçə gün bundan əvvəl qurultay olub. Mən hələ də özümə gələ bilmirəm. Gecə qəfil özümü pis etməyə başladım da. Dərhal ailə həkimimi çağırdıq. Mənə tibbi yardım göstərdi. Həkim dedi ki, bu stressdən və əsəb gərginliyindən olub. Bilirsiniz ki, mən ürəyimdən əməliyyat olmuşam. Çox təəssüf olsun ki, oğlum buna baxmayaraq hələ də peşman deyil. Çünki oğlu partiyanın, Ana Vətən Partiyasının rəhbəri olmaq istəyir. Buna görə ata-anan oğul arasında hələ də qızları, bacısı da bu gərginliyin içərisindədir. Fəzail Ağamalının sədri olduğu Ana Vətən Partiyasının ötən gün keçirilən qurultayında qalmaqal yaşanıb. Ağamalı, yəni Fəzail Ağamalı partiya rəhbərlik deputat qızı Günay Ağamalıya həvalə etmək istəyib, lakin partiya üzvlərinin bir qismi onun oğlu Elçin Ağamalının namizədliyini dəstəkləyib. Qurultayda Fəzail Ağamalı ilə oğlu arasında gərginlik yaşanıb. Bu gərginlikdən sonra da təbii ki, Fəzail müəllimin vəziyyəti ağırlaşıb, həkim qrupbası çağırıblar, ilkin yardımlar olub ona və öz demişkən biz də eşitmişdik ki, ürəyindən əməliyyat olmuşdu. Bilmirəm, bu qarşıdurma niyə yaranıb, Fəzail müəllim? Bu qurultay, bilmirəm, təbii ki, qızınız, oğlunuz, özünüz bunu həll edəcəksiniz, təbii ki.